Bugünkü pasiyentimiz dişlərin rəngini bəyənmədiyi üçün klinikamıza yaxınlaşmışdı və vener konstruksiyası istədiyini qeyd etmişdir. Pasiyent yetərli və düzgün məlumatlandırılmadığı üçün biz bəyazlatma proseduru təklif etdik. Pasiyentimizi narahat edən tək rəng olduğu üçün vener tətbiq edilməsi travmatik və maddi israf idi. Vener konstruksiyalar həm dişlərin anatomiyası, həm də rəngi qane etmədikdə edilir. Dişlər yonulmadan tək seansa istədiyiniz rəngə nail ola bilərsiniz. Prosedurumuz 2 etapdan ibarətdir: ofis və ev üsulu. Ofis üsulu pasiyentin arzuladığı rəng şkala ilə seçilir və fotobəyazlatma ilə klinik şəraitə professional tərəfdən aparılır. Ev üsulu bəyazlatma aldığımız nəticəni sabitləmək üçün pasiyent tərəfindən tətbiq edilir. Ofis üsulu zamanı flash LED işığı ilə aktivləşir. Ev üsulu bəyazlatmada pasiyentdən 3D skaner ilə ölçü götürülüb xüsusi individual kappalar hazırlanır. Gördüyünüz kimi pasiyentdə ön dişdə konstruksiya olduğu üçün o rəng tonuna uyğun olduqda prosedurumuzu yekunlaşdırdıq. Bəyazlatma proseduru yalnız öz dişlərinizdə aparılır.